Aziz izləyicilər, xoş gördük sizləri. Biz bugün sizinlə lövhədə yazılan bu iki cümləni təhlil edərək həm oxşar, həm fərqli xüsusiyyətlərini üzərindən təkrar biliklərimizi də sizinlə bölüşək. Və qeyd edeyim ki, bu iki cümlələr İsmail Şıxlının Dəli Kür romanının birinci hissəsindən seçdiyim cümlələrdir. Cümlələri oxuyaq. Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Kürün o tayında hündür qovaqların seyrəlib yorğunluğun başladığı yerdə 5-6 qaraltı görünürdü. İlk əvvəl onu deyə bilərik ki, hər iki cümlə nəqli cümlədir. Hər iki cümlə geniş cümlədir. Hər iki cümlə üzvləri ilk diqqət edərkən qrammatik əsasların olduğu müəyyən şəxsli cümlədir. Yəni, sadə cümlənin şəxsə görə növlər baxımından da müəyyən şəxsli cümlədir. Gəlin cümlələri ayrı-ayrılıqda təhlil edək və sonra ortaq fikrə gələk. Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər nə etmişdi? Səpələnmişdi. Nə? Göytəpə kəndinin yastı qazma daxmaları. Haraya qədər səpələnmişdi? Kürün sahilinə qədər. İkinci cümləni də təhlil edək. Kürün o tayında hündür qovaqların seyrəlib yorğunluğun başladığı yerdə 5-6 qaraltı nə edirdi? Görünürdü. Nə görünürdü? Qaraltı görünürdü. Neçə qaraltı? Nə qədər? Yəni, təyindir. Harada? Kürün o tayında. Və bunun əlavəsi var. Yerdə. Əlavə var burada. Qeyd edim ki, əlavə həm də təyinlə işlənə bilər. Hansı yerdə? Hündür qovaqların seyrəlib yorğunluğun başladığı yerdə. Əlavə burada təyinlə işlənmişdir. Yorğunluq sözünün mənası nədir? Yəni bitməsi. Qovaqların seyrəlib bitməsi yerdən başlayan yerdə qaraltı görünürdü. Cümləni təhlil elədik. İlk əvvəl onu deyə bilərik ki, bəli, hər iki cümlənin qrammatik əsası var, yəni baş üzvləri yerindədir. Bununla belə də hər iki cümlədə birinci cümlədə mübtəda, yer zərfliyi və xəbər işlənmişdir. İkinci cümlədə isə qismən xəbər, mübtəda, zərflik və əlavə olaraq təyinimiz də var. Yəni, bu fərqli xüsusiyyətlərdir. Ortaq cəhət olaraq hər iki cümlə nəqli cümlədir. Hər iki cümlə baş üzvlərinin iştirakı ilə olan cümlədir. Hər iki cümlə geniş cümlədir. Yəni, ikinci dərəcəli üzvlər də burada iştirak edib. Bayaqlarda dedim ki, sadə cümlənin şəxsə görə, cümlə növlərinə görə müəyyən şəxsli cümlələr. Yəni, ayrı-ayrılıqda cümlələrin baş üzvlərindən başlayaraq təhlilini verək. Birinci cümləmizin xəbəri səpələnmişdi. İkinci cümləmizin xəbəri isə görünürdü. Hər ikisi sadə xəbərlərdir. Çünki bir sözdən ibarət olan xəbərlərdir. Hər ikisi fe'li xəbərdir. Hər ikisi düzəltmə, yəni fe'ldən ibarət olan düzəltmə xəbərdir. Hər ikisi idi hissəci ilə işlənmişdir. Lakin biri keçmiş zamanda, nəqli keçmişdir. Bu isə indiki zamandır, amma idi hissəci ilə işlənmişdir. Hər ikisi fe'lin növlərinə görə biri məlum növdədir, digəri isə qayıdış növdədir, görünürdü. Mübtədalara keçək. Göytəpə kəndinin yastı qazma daxmaları. Bizim mübtədamız mürəkkəb mübtədadır, ismi birləşmə ilə ifadə olunan mübtədadır. Burada biz aldana bilərik. Bəli, həmcinsliyi var, həmcins təyinliyi var, amma xeyr, belə deyil. Yəni, burada mübtəda mürəkkəbdir. İsmi birləşmənin arasında həmcins üzv olan sözlər işlənmişdir, tabesizlik əlaqəsi ilə. Lakin bu həmcinslik deyil. Çünki birləşmənin daxilindədir. Mürəkkəb mübtədadır. İsmi birləşmə ilə ifadə olunan mübtədadır. Digər cümləmizin mübtədası isə qaraltı, sadə mübtədadır. Fe'ldən düzələn isimdir. Yəni, quruluşuna görə sadə mübtədadır. Bu ayrı bir fərqdir. Zərfliyə gələndə isə yer zərfliyinə, bəli, yer zərfliyimiz mürəkkəbdir. İsmi birləşmə ilə ifadə olunub və burada qoşma ilə işlənib. Qeyd edim ki, bu cümlədə hətta köməkçi nitq hissəsi də vardır. Yönlük halına qoşulan məsafə qoşması ilə işlənib. Zərfliyimiz yer zərfliyidir. İsmi birləşmə ilə ifadə olunub.
Burada da zərfliyimiz kürün o tayında mürəkkəb zərflidir. İsmi birləşməklə ifadə olunur. Lakin bunun əlavəsi var. Birinci cümlədə əlavə yoxdur. İkinci cümlədə isə yer zərfliyinin əlavəsi var və yer zərfliyinin əlavəsi fe'li sifət tərkibi ilə işlənmişdir. Hündür qovaqların seyrəlib yolğunluğun başladığı yerdə görürsünüz ki, əlavə təyindən işlənmişdir. Əlavə də aid olduğu cümlə üzvündən tire ilə ayrılıb burada. Əlavə olaraq bu cümlədə bir də təyin işlənmişdir, lakin bu təyinimiz isə sadə təyindir. Yəni sayla ifadə, təxmini sayla ifadə olunan bir təyindir. Cümlə haqqında bu qədər ortaq fikrə gəldik, fikirlərimizi sizinlə bölüşdük. Qeyd edirəm ki, yenə də ümumiləşdirib deyirəm, cümlə əlavəli cümlədir, zərfliyinin, yer zərfliyinin əlavəsi olan cümlədir. Lakin digər cümlə isə sadə cümlədir. Yəni burada biz çaşa bilməliyik ki, burada həmcins işlənib, yoxdur, burada həmcins təyin yoxdur. Yəni də qeyd elədim ki, mübtədanın tərkibində olan cümlədir. Qeyd elədim ki, burada köməkçi nitq hissəsi vardır, amma burada isə köməkçi nitq hissəsi işlənməyibdir. Zərfliklərin xüsusiyyətinə gəldikdə isə biri yönlü halında olan zərflikdir, kürün sahilinə qədər. Digəri isə yerli halında olan zərflikdir, söz birləşməsi ilə ifadə olunmuşdur. Burada bir diqqətlə yadınıza salın, yəni söz birləşmələri başlanğıc formasından çıxanda, yəni qrammatik şəkilçilər qəbul edir. Burada hər ikisi zərfliyimiz də onun etmişdir. Bəli, başlanğıc formadan çıxıb qrammatik şəkilçi qəbul etmişdir. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti paylaşımda görüşərik.